Böyle şey olmamış da. Yenilik. Biraz gezdik. Masaya her şeyi koymaya hazır mısın? Hazırsan let's go baby. Hər birinizi salamlayıram. Bu dəfəki podkastımın Soulcast-ın qonağı Nigar xanımdır. Çox sağ ol Nigar, dəvətimi qəbul etdiyin üçün. Biraz özün haqqında danış, özün məlumat ver. Hazırda nə işlə məşğulsan? Yəni bizim vaxtımız çoxdur, genişdir. Rahat-rahat danışa bilərsən. Çox sağ olun, çox təşəkkür edirəm bu təşəbbüsünüz üçün. Məni hamı Nigar Əhmədova kimi tanıyır. Bəziləri Nigar müəllimə, çünki 21 ildir müəllimlik fəaliyyəti ilə məşğul idim. Maşallah. Və bu ildən müəllimlik fəaliyyətini biraz qısaltmışam, yəni azaltmışam. Cəmi 10 tələbə ilə davam edirəm hal-hazırda həyatıma. Amma 4 ildir ki, artıq şəxsi inkişaf mentorluğu üzərində çoxlu araşdırmalar edirəm. Təlimlər almışam. Artıq bu ildən özüm şəxsi inkişaf mentoru kimi fəaliyyətə başlamışam. Və 2 mentim var, onlarla işləyirəm. Bundan əlavə mənim o qədər bacarıqlarım, o qədər Əsas şey demədin, o yazardı. Yazardı, kitab yazıb bu il. Yəni Bəli, bundan bu il- mən üçün bu dəqiqə bundan böyük bir şey yoxdur. Bu il mənim yəni ən çox bəli özümə bəxş etdiyim hədiyyəm mənim yazdığım, çapdan çıxartdığım kitabım oldu. Çünki 6 ildir üzərində işləyirdim, amma heç cür cəsarət eləyə bilmirdim. Solmark sağ olsun, həqiqətən Solmark mənim həyatımda o qədər dönüş nöqtələri yaratdı ki, mən hazırlıq kursumu Solmarka qoşulandan sonra bağladım. Halbuki onu heç bağlamaq fikrim yox idi. Bu yaxşı şeydir, yoxsa pis bir şeydir, o biləmir hələ. Düzdür, maddi ziyanları mənim üçün çox oldu. Amma daxilim rahat oldu. Əsas odur ki, mənim daxilim rahat oldu. Aha. Mənim üçün əsas olan o idi. Aha. Sonra bundan əlavə mən düşünürəm ki, Solmarkın mənim həyatıma digər qatdığı dəyər o idi ki, mən kitabımı çap elədim birincisi. İkincisi də özümə vaxt ayırmağa başladım. Çünki əvvəllər doğrudan da mənim özümə heç vaxtım olmuyor. Özümə vaxtı mən Solmarkdan sonra özümə çoxlu rəfiqələr, təzə qohumlarım adlandırdığım rəfiqələr qazandım. Çox sevirəm o xanımları, onlarla görüşləri. Biz də səni çox sevirik. Bəli, həm təşkilatçıyam. Gözümüz axtarır, Nigar hardadır, Nigar nədir? Bəli, həm təşkilatçıyam, həm yazaram, həm mentoram, həm müəlliməm. Bu adlardan hansını daha çox sevirsən? Bu adlardan hansı sənə deyiləndə sən desən ki, hə Nigar, sən bacardın, sən bunu sevirsən? Biraz çətin sualdır. Ən çox hansını sevirəm? Mentor olmağı çox sevirəm. Ona görə mentorluğuma görə müəllimlikdən vazgeçmək üzrəyəm artıq. Yəni 21 illik müəllimlik kənara qoya bilirsən. Bəli, hətta onun mənə gətirdiyi maddi qazanc, müəllimliyin mənə gətirdiyi maddi qazanc çoxdur həqiqətən. Amma o maddi qazancı belə yəni yox sayıram. Çünki mentorluğu çox sevirəm. Çünki əgər mən hansısa tələbələrimdə dərs barəsində onları irəli apara bilərəm, dil öyrədə bilərəm, amma mentorluqda ki, mən insanların həyatını dəyişməyə kömək edirəm, özlərini tapmağa, ən çox da mənim işlədiyim xanımlardır. Çünki bilirsiniz ki, qadın hüquqsuzluğu illərdir müzakirə mövzusu olub. Xanımlara o olmaz, bu olmaz. Xüsusilə də Azərbaycanda da bu mentalitetə görə mən istəyirəm ki, qadınların hamısı daxili azadlıqlarını hiss eləsinlər, tapsınlar o azadlıqları özündə. Mən buna çox çalışıram. Hətta kitabımda da bu suallar əsasında oxuyanda insan özünü kəşf eləyir. Mənim özünü kəşf et klubum var. Çox gözəl. Bəli, orada da biz xüsusi tapşırıqlarla özümüzü tapırıq və əsas məqsədimiz şəxsi inkişafdır. Yaxşı, sən insanlarla işləyirsən də, onları dəyişdirirsən. Burada ən çətin gördüyün şey, yəni işinin çətin tərəfləri nədir? Deyirsən ki, bu çətindir. İşimin ən çətin tərəfləri biraz ərköyün insanlardır. Çünki həm də bilirsiniz necədir, insanlarla işləyirik və bir müddətdən sonra onlar sıxılırlar. Bu məni çox yorur həqiqətən. Çünki mən bu işə o qədər böyük enerji sərf eləyirəm ki, onları dəyişdirmək üçün, onların mindseti dəyişdirmək əsas məsələ budur. Çünki hər şey bizim düşüncəmizdən başlayır. Əgər düşüncəmizdən nədirsə biz də oyuq. Mən belə düşünürəm. Ən çətini odur. İnsanların düşüncələrini dəyişdirmək mənim üçün çox çətindir. Çünki illərdir artıq bu vərdiş halında, o komfort zonanı ki yaradıblar onlar, onları o komfort zonadan çıxartmaq ən çətinidir. Onu bacardımsa, axırı sökü sap kimi gələcək də. Belə bir şey deyim də, yəni adətən insanlar
fikirləşirlər ki, sən şəxsi inkişaf mentorusan, şəxsi inkişafını danışırsan, özün nə etmisən ki? Yəni özün nə işlərdən keçmisən? Və mən bilirəm ki, Nigarın həqiqətən də bayağı bir necə deyim, mübarizə apardığı, savaşdığı şeylər olub, uğrunda döyüşçü kimidir. Yəni Nigara baxanda adam döyüşçü görür. Yəni bir insan mən həmişə bu konsepti elə qururam ki, okay, şəxsi inkişaf mentoru necə yaranır? Sən öz bu yola gəlməyindən danışa bilərsən ki, necə qərar verdin ki, şəxsi inkişaf mentoru olasan? Yəni necə yarandı? Yenə də təkrarlayacağam ki, dondurma belə yaranır. Nə bilim, filan şey, maşın belə düzəldirir. Bəs şəxsi inkişaf mentoru necə yaranır? Şəxsi inkişaf mentoru, mən ümumiyyətlə mentorluq haqqında heç bir anlayışım yox idi. 2019-cu ildə mənim şəxsi həyatımda çox böyük xəyal qırıqlığı oldu, çox böyük. Hətta o dərəcə böyük idi ki, o mənim hər şeyimi itirmiş bir insan idim. Demək olar ki, İşlə bağlı bir şeydir, yoxsa həyat? Şəxsi həyatımla bağlı idi, bəli. Və bu şəxsi həyatımda baş verən bu hadisəyə görə, yəni mən ayrılmışdım və ayrılanda da hər şeyimi itirmişdim. Təsəvvür edin ki, bir quru canım, 2 övladım və mən. Heç nəyim yox idi. Heç bir şeyim yox idi həyatda və özümü çox tək hiss eləyirdim. Özümü dibə düşmüş, dibə batmış və düşünürdüm ki, artıq yol yoxdur da. Mən çünki o qədər spontan həyata öyrəşmişdim ki, o həyat məni heç bir yerə çıxarda bilmirdi. Sonra mən amma bildiyim qədərilə o həyatda nə qədər spontan desən də, sən o həyatda da çox şeylər əldə eləmişdin özün tək başına. Əlbəttə. Yəni məsələn özün danışırdın Gəncədə olanda, bəli. sən nələrin öhdəsindən Hazırlıq gəlmisən, hazırlıq kursu açmışdın. Yəni onun ki mən bacarmamışdım, spontan həyat yaşadığı dediyi şey belə insanların indi çatmaq istədiyi yerdə hardasa. Yəni o bölməni də çox qaçırma məncə. Amma şəxsi inkişafa mən başlayandan sonra mən ilk növbədə mənim həyatım necə idi? Səhər tezdən dərs, düz axşama kimi. Səhər tezdən dururdum, yerimdən dururdum, üzümü yuyurdum, paltarımı giyinirdim, ancaq başladım dərsə. Bir də dərsim axırıncı qutarandan sonra gedib girirdim yatmağa da. Yəni bu həftənin 7 günü belə idi. İnsan nə qədər işləyər. Düzdür, yenə deyirəm, o gəlir gətirirdi mənə. Amma məni xoşbəxt edirdimi? Xeyr. Yəni mən beləcə həyatıma davam eləyirdim. Amma həmin o mentorla tanış olanda, mən ilk dəfə mentor sözünü elə o 2020-ci ildə eşitmişdim. Mənə bir mentor tövsiyə elədilər ki, mentorla sən mütləq işləməlisən, sən çox bacarıqlısan, sən çox potensialsan. O qədər kör olmuşdum ki, heç bu bacarıq potensialı da özümdə görmürdüm. Bəli, görmürdüm. Fikirləşirdim ki, mənim üçün həyat bitib artıq. Yəni bundan sonra mən heç nə eləyə bilməyəcəm. Amma mentorla danışandan sonra o mənə həqiqətən də heç kəs deməsin ki, mentor mənim bildiyim şeyləri deyəcək. Bildiyi şeyləri biz necə inanmağa kömək eləyir. Həm də bildiyi şeyləri elə tərzdə, elə vurğu ilə, elə düşüncəmə otuzdurdu ki, mənim. Mən həyata başqa bucaqdan baxmağa başladım. Halbuki yenə eyni şeydir. O sehirli çubuq yox idi. O mənə nə maddi baxımdan kömək eləmədi. Yəni sadəcə fikirləri mənə yeni düşüncələr gətirdi və məndə balaca da olsa bir ümid yarandı. Sonra hər şey necə baş verdi bilmirəm. Və mən bu sahəyə o qədər maraq göstərdim ki... Orada sənə çəkən ən çox nə idi? Yəni bir insanın, başqa bir insanın sözü ilə həyatının dəyişməsi mi? Nə idi? Bəli, bu mentorun mənim kimi bitmiş, yox olmuş, ümidsiz bir insana, belə deyim də, dırnaq içində həyat verməsi idi, düşüncələrimi dəyişməsi idi. Mən bunu çox bacarım. Həmişə mənə deyirdilər ki, valideynlər gəlir, deyirdilər ki, Nigar xanım, sizlə danışandan sonra adam yaşamaq istəyir, yaratmaq istəyir. Sizlə danışandan sonra çox həvəsli oluruq biz. Uşaqlar sizin dərsinizdə çox özlərini fəal, həvəsli hiss edirlər. Amma sizdən ayrılanda başqa cür olurlar. Yəni sizin motivasiya mən bunu çox eşidirdim ki, yəni siz insanlara motivasiya mənbəyisiz. Hətta mənim bir şagirdim var, hal-hazırda xaricdə yaşayır. Onu danışdırsaz, o mənim haqqımda daha çox bir şey bilir. Deyir ki, yəni indiyənə kimi də deyir ki, yəni müəllimə, siz mənim həyatımı dəyişdirən bir insan oldunuz. Mən sizə baxdıqca öz ayaqlarım üstünə dayanmağı öyrəndim, güc aldım. Tək başına 2 övlad böyüdür. Özdə əvvəl belə deyim də o yoldaşından qorxurdu, qorxu ilə yaşayırdı. Amma o gücü özündə tapdı. Və mənə dedi ki, mən o gücü sizdən aldım. Siz mənim həyatımda nümunə oldunuz. Bundan əlavə də bu sözlər ki, mənə deyirlər ki, siz motivasiya mənbəyisiz, siz çox həvəsləndirirsiniz, sizin sözləriniz insanın ağlına batır, inandırır və öz doğru şəklini tapır. Mən qərar verdim ki, mən artıq içimdə hiss edirdim. Mentor adı gələndə elə bir nəsə içimdəki olan bıçqalar yanırdı və fikirləşirdim ki, mən istəyirəm bu sənəti, çox sevirəm.
Və əlbəttə ki, təcrübəm az idi, məlumatım az idi. Çox təlimlərə qoşuldum, mentorlarla işlədim və onların fəaliyyətini götürdüm ki, onlar necə işləyirlər, nə önərirlər, insanların həyatına necə toxunurlar. Əlbəttə ki, bu insan həyatı çox ciddi bir mövzudur. Çünki insanlar sənə problemli ilə gəlir, sən o problemdə doğru yol göstərməlisən. Və mən də başıma gəlməyən həyatda qalmadığına görə, təcrübəm çox olduğuna görə, yəni mən özümü həqiqətən də həmişə mən özüm mentorla danışanda, elə siz də mənim mentorumsunuz. Sara xanımla da işləyirəm. Mənə deyir ki, Nigar xanım, siz o qədər təcrübəsiz. Hətta o Türkiyə professorlar gətirirlər, deyir Türkiyədən professorlar gətirirlər danışmaq. Siz onlardan belə çox bilirsiniz. Çox danışırsınız, yaxşı danışırsınız, çox bilirsiniz. Çünki bilirsiniz, əslində bu təcrübəni keçənlər daha çox bilir. O hissləri mən yaşamışam. Necə hansı vəziyyətlərdən, hansı durumlardan necə çıxmaq lazımdır? Hansı bacarıqlarım, hansı düşüncələrim məni bu vəziyyətə gətirib. Mən bugün əgər kitab müəllifiyəmsə, bugün onu bacarmışamsa, uşaqlıqdan hamı deyir ki, mən kitab yazacağam, şeir yazacağam, əsər yazacağam, nağıl yazacağam. Amma hamımız mı bunu eləyirik? Xeyr. Çox kiçik faizimiz bunu yerinə yetiririk. Mən bunu reallaşdırdım. Mən özümə artıq fərqli, özümü əvvəl çox kiçik görürdüm, çox kompleksli idim. Amma indi özgüvənim mən istəyən dərəcədə formalaşıb artıq. Mən istədiyim formada. Artıq mən öz sözünü demiş hesab eləyirəm özümü. Başqalarına məsləhət verəndə də bunu çox ürəkdən, artıq özünə inanmış bir şəxs kimi verirəm. Çünki artıq bu yollardan özüm keçmişəm. İndi bir menti ilə işləyirəm xanımla. O xanımın o qədər problemləri var ki, siz inanırsınız, o çökmüş vəziyyətdə gələn xanım mənim yanımdan tamamilə fərqli vəziyyətdə çıxır ki, deyir ki, Nigar xanım, mütləq eləyəcəm. Bu mənim heç ağlıma gəlməmişdi. Əslində mentor odur. Sənin ağlına gəlməyəni sənin ağlına gətirir. Sən qayıtsaydın 20 yaşlarına, nə bilim 19, 18, 20 yaşlarına. Yəni o adamlara bir məsləhət, tövsiyə versəydin bir mentor olaraq, əsasən top 3 tövsiyən nə olardı ki, bu insanlar indi özlərinə o yolu tutub gedə bilsinlər? Mənim ən birinci tövsiyəm insanlara özlərini kəşf eləməkdir. Çünki insanların bu dəqiqə çox faizi özlərini kəşf eləmir, özlərini tanımırlar. Biz güzgüdə baxanda o güzgüdəki şəxsin kim olduğunu, həqiqətən nə istədiyini, çox insanlar başqalarının fikrinə görə yaşayır. Mən ətrafımda belə insanlar çoxdur. Birinci özünü tapmaqdır, özünü kəşf etmək, bacarıq. Çünki özümüzü kəşf etdikcə hansı bacarıqlarımız var, hansı potensialımız var, biz əslində kimi, nə istəyirik, enerjimizi hara xərcləyirik, hardan alırıq, nədən güc alırıq, bunların hamısını burada öyrənirik. Özünü kəşf etmədə. Özünü kəşf edirsən, yəni hamı deyir də bunu. Və Nigarın özünü kəşf anlayışı nə deməkdir? Bir insan özünü hardan başlasın kəşf eləməyə? Özünü kəşf etmək üçün özünə suallar verməlidir. Mən kitabımda da var. Birinci insan necə başqasını Kitabın burada var idi sən? Bəli. Başqaları necə göstərərik biraz? Deməli, necə məsəl üçün biz birini tanımaq üçün ona sual veririk. Suallar əsasında başlayırıq tanımağa ki, bu insan kimdir, nəçidir, nə işlə məşğul olur, nə istəyir, duyğularımızı və özümüzə də sual. Əslində birinci özümüzdən başlamalıyıq. Başqalarını tanımaq yox. Birinci insan özünü tanımalıdır, özünə suallar verməlidir ki, mən nə istəyirəm? Mən kiməm? Mən kiməm? Başqaları məni necə görür, necə tanıyır? Siz indi mənə suallar verirsiniz. Mənim üçün bu sualları cavablandırmaq asandır. Çünki mən artıq bunları cavablamışam. Amma həmin ana qədər mən həqiqətən də kim olduğumu bilmirdim. Mən özümü tanıyandan sonra mən başa düşdüm ki, hamıya yaranmağa çalışan Nigar, hamıya yaxşı olmağa çalışan, hamıya sevgi göstərən, amma özü sevgisiz qalan, özünü sevməyən, həqiqətən də özünü sevməyən, özünə qarşı sevgisiz olan bir insan idim mən. Və bu məni daxildən hamının içində çox xoşbəxt görsənirdim, özümlə tək qalanda məyus olurdum. Çünki mən ən çox özümü narahat eləyən bilirsiniz nə? Deyirdim ki, mən heç nədən xoşbəxt ola bilmirdim tək qalanda. Və ortama düşəndə, ortamda, amma içimdəki o, bilirsiniz, mənim içimdə böyük bir boşluq var idi. Mən bilmirdim o boşluq nədir. İndi o boşluq yox olur. Artıq o boş deyil. Bir çox adamın problemi də əslində o boşluq. Mən özümü... Orada birinci addım deyirsən ki, özünü kəşf eləmək. Bəli. Yəni özünə doğru sualları yönəltmək. Bəli, birinci. Birinci kəşf eləməkdir özünü inkişafda, şəxsi inkişafda birinci özünü kəşfdir. İkinci isə mən düşünürəm ki, yəni biliyimizi artırmaqdır. Çünki əgər özgüvənli olmaq istəyiriksə, birinci növbədə bilikli olmalıyıq, mütləq şəkildə. Çünki biz hansı sahəni maraqlanırıqsa, hansı sahəni öyrənmək istəyiriksə, istər dil bilikləri olsun, istər ixtisasımızla bağlı olsun, istər ümumiyyətlə olsun, yəni dünya ilə bağlı, həyatla bağlı, əgər mən mentorluqla bağlı maraqlanıramsa,
mentor olmaq istəyirəmsə, bunun üçün mən artıq 3-4 ilimi geridə qoymuşam. Bu məndə 1 illik təcrübə deyil. 3-4 ildə artıq üstəgəl həyat təcrübən. bəli və özümüzə birinci budur, öyrənmək və özümüzə kapital qoymaq. Mütləq şəkildə insan yatırım eləməlidir, bəli. O deyir, bir dənə söz var, deyir ki, bir gün oyanarsan, pulun bitər, yoldaşın səni tərk edər, amma özünə qoyduğun investisiya, beyninə qoyduğun heç vaxt səni tərk edə bilməz. Və mənim ən böyük əslində nailiyyətim o olub. Çünki mən ayrılsam da, yəni tək qalsam da heç vaxt ümidimi itirmədim, qorxmadım. Misal üçün mən deyirəm ki, mən indi hansı ölkəyə gedirəmsə gedim, hansı ölkəyə gedirəmsə gedim, fərqi yoxdur. İstənilən ölkədə mən gedib yaşaya bilərəm. İstənilən ölkədə mən gedib baş çıxarda bilərəm, istənilən ölkədə. Yəni mən qorxmuram. Mən qorxmuram, yox. Çünki arxayınam özümdən ki, mən bilirəm ki, yəni mən getdiyim yerdə nailiyyət qazana biləcəm. Çünki mənim dil biliklərim var, özümə uyğun. Çünki mənim özümə uyğun, yəni savadım var. Həyat təcrübəm. Bəli, təcrübəm var. Görün nə gözəl mənzərədir, sizi qəşəng yerə gətirdi. Çox qəşəngdir. Çox qəşəngdir, həqiqətən. Böyük şor gölü də. Bəli. Biz hal-hazırda böyük şorun üstündən gedirik. Bəli, bu körpüdə onun üstündən keçilib, böyük bir körpü salıblar onun üzərində. Yaxşı, bəs Nigar xanım, indi sizin 2 övladınız var da, maşallah, biri artıq 20 yaşı var. Həm də bu tərəfdə mentor olaraq siz bir uşağın yetişdirilməsi, bir uşağın, hətta da əslində danışmışdıq ki, övladınız maşallah artıq biznesə atılır. Yəni ora-bura ən azından məşğuliyyəti olan və bir çox yerlərdə özünü sübut etmiş bir insandır, 20 yaş olmasına baxmayaraq. Halbuki 20 yaş çox belə təzə dövrdür də, insanın başlanğıc etdiyi bir dövrdür. Yaxşı, övladlarınızı yetişdirərkən bu mentorluq bacarıqlarınız necə işinizə yaradı? Məsələn, varmı ki, elə bir situasiya ki, bu situasiyadan sizi məhz mentorluq bacarığınız çıxartdı? Bu şeyi necə, tarazlığı necə, valideyn və mentor olmağı necə qorudunuz? Mən əvvəllər övladlarımı çox qınıyırdım, çox səhvlər eləmişəm. Onların çox qınıyırdım onları, çox əsəbləşirdim onlar hansısa bir səhv eləyəndə. Amma mentorluq etməyə başlayandan sonra mentor kimi mən övladımda olan, həyatımda da olan dəyişiklikləri özüm görməyə başladım ki, yəni mən övladıma həqiqətən də menti gözü ilə baxıram və mən mentor kimi yanaşıram onun davranışlarına. Məsələn, necədir ki, menti yanaşması, necə bir şey? Mən deyim, mənim böyük oğlum həkim olmaq istəyirdi və mən onu daşındırırdım fikrindən ki, sənin biliyin həkimliyə yetməyəcək, sən həkim ola bilməzsən, sənin biliyin nəyə gedəcəksə, nəyə yetirsən onu, amma o istəyirdi də, onu çox istəyirdi. Və uşaqlar dərs oxumayanda mən həmişə onları çox böyük qınıyırdım, əsəbləşirdim, danlayırdım və sözlərimdən onların daxili dünyasını məhv eləyirdim. Amma özüm mentorluq təlimlərinə qoşulandan sonra, mentorla işləyəndən sonra mən gördüm ki, onlar mentor danlamır. Mentor hər şeyi, ən böyük problemi belə olduğu kimi qəbul edir. İndi mən nə olur olsun, nə eşidirəmsə, eşidim pis bir şey olsa belə, mən onu çox adi qəbul edirəm və insanlar şokdadır ki, yəni bu emosional Nigara nə olub? Məsələn, mən duyğularım üzərində işləmişəm, o olub. Ki, yəni mən duyğularım üzərində o qədər işləmişəm ki, artıq mən hər şeyə adi, qəbullanıram. Pisi də, yaxşı da qəbullanıram və övladımı da o yöndə dəyişdirəndən sonra, məsələn, mənim oğlum az bal yığmışdı universitetə girəndə, böyük oğlum. Hamı deyirdi ki, qoy əskər getsin, qoy otursun, özü hazırlaşsın, qətiyyən ona, sən bu qədər əziyyət çəkdin. Amma mən ona mentor kimi yanaşdım. Mən ona dedim ki, sən bacaracaqsan, mən sənin arxanda dayanacam, sən bildiyin yerə get. Hal-hazırda Odlar Yurdu Universitetində oxuyur, amma mənə deyirlər ki, onun üçün ödənişli əsasında oxutma, sən tək qadınsan, bunu bacarmayacaqsan, çətin olacaq, eləmə, amma mən elədim. Mən öz hisslərimə, duyğularıma güvənərək elədim və indi də deyirəm ki, yaxşı ki elədim. Çünki o indi Gənclər və Tələbə Təşkilatının sədridir, medianın sədridir, bəli, aparıcı fiqurlardan biridir, brend tələbə adını qazanıb və o da öz ətrafında tanınmış biridir. Və hamısında mənə bugün mənim oğlum mənə deyir ki, ana çox sağ ol. Yəni mən bu gün bura gəlmişəmsə o sənin sayəndədir. Sən mənim duyğularımın üzərində işləmisən deyə gəlmişəm. Mən onu inandıraraq gəlmişəm. Yoxsa əgər mən onu əvvəlki Nigar, onu o qədər psixoloji təsir göstərəcəkdi ki, bəlkə də onun həyatı başqa cür ola bilərdi. Onun həyatı məhv ola bilərdi. Ona görə mən fərqli yanaşıram və mənim kiçik oğlum o qədər ərköyün,
o qədər çətin xarakterli bir uşaqdır ki, mən düşünürəm ki, mənim ən böyük təcrübəm elə odur. Çünki mən onun tərəfindən hər şey görmüşəm. İstədiyiniz davranışın adını çəkin, onu görmüşəm. Çox çətin, bildiyiniz ən çətin, yəni ən çətin uşaqdır. Yəni düşünürsünüz ki, mən onun öhdəsindən gəlmişəmsə, bütün insanlar... Bəli, mən özümü onun öhdəsindən gələndən sonra mən özümü div kimi, əjdaha kimi, yəni böyük mentor kimi, yəni ən böyük medalı mən özümə verməliyəm ki, onu kimi uşağın öhdəsindən gəlmişəm. Çünki o biraz bəzi travmalar yaşadı. O travmalar onu çox pis təsir elədi və davranışlarında, həyatında özünün təsirini göstərdi. Və mən ondan mübarizə apardım. Mənim yerimdə başqa valideyn olsaydı, ya başqa cür davranardı, çox səhv hərəkətlər eləyərdi ki, yəni şükür Allaha mən eləmədim və bugün mən baxıb ona qürur duyuram. Onun anlayışına, onun bəli keçmişik. Artıq onun da 16 yaşı var və nümunəvi uşaqlardan biri olub. Hətta sinif nümayəndəsi seçildi. Heç kəs inanmırdı. Yəni deyirdilər ki, o üzr istəyirlər. Yəni avara deyirdilər. O avara amma gəldi, sinif nümayəndəsi oldu və sinifində, məktəbində yoldaşlarına aparıcı fiqurdur, liderdir. Lider, bu yaşda lider olmaq necə olur bilmirəm. Yəni düşündüyünüz kimi. Arxasınca onun nə qədər uşaq gəlir. Onun sözünə mən o da deyirəm ona ki, sən gələcəyin mentorusan. Böyük oğlum da gələcəyin mentorudur. Çünki o da media baxımından təlimlər keçir hal-hazırda. 20 yaşı yoxdur, amma təlimlər keçir, bəli, tələbələrə mediadan mobiloqrafdır, videoqrafdır. Onunla bağlı təlimlər keçir. Mənim ən böyük tələbələrim elə onlardır. Orada bilirsiniz nə var? Məsəl üçün, bəzi valideynlər artıq görür ki, tutalım ki, uşağın 10 yaşı var, buraxdı da artıq başına. Yəni, bu uşaqdan, belə deyək, pis çıxmasın, bir adam olmayacaq ya da nə bilim, artıq mən gecikmişəm. Bunu düşünən valideyn, artıq siz bunu, nə tutalım ki, övladınızın 16-17 yaşında belə, artıq, deyək ki, mentor kimi yanaşmanızla çox qısa müddətdə belə dəyişə bilmişsinizsə, bu artıq başqa valideynlərə örnəkdir, nümunədir ki, bu mümkündür. Hətta ağlıma gəldi ki, siz nəsə belə bir bununla bağlı bir təlimmi, yəni valideynlərə məsəl üçün bir var ki, veririk biz bunu tabii ki, bir müəllimə, bir nə bilim, hər hansı bir sahədə. Bir də var ki, sırf valideynlər üçün mentorluq proqramı. Övladına menti kimi yanaş adlı bir proqram. Övladına menti kimi yanaş, bəli. Mən elə yanaşmışam. Nəsə belə bir proqram eləyib, məsələn, düşünürlər ki, gecidir. Çünki siz övladlarınızın artıq bütün mərhələlərin harasa görmüsünüz də. İndi inşallah bundan sonra evlilik mərhələsi qalıb ya da nə bilim, böyük karyera mərhələsi qalıb, amma ergənlik dönəmidir, nə bilim, kiçik yaş krizləridir. Bunların hamısından keçmişsiniz artıq. Bununla bağlı çox qəşəng bir burada xidmət ideyası da ağlıma gəldi ki, bunu çıxarda bilərsiniz. Bəli. Yaxşı, bəs artıq da tamam ki, siz mentorluğu həm ailədə datdınız, həm də indi başqa insanlara verirsiniz. Məsələn, indi hansı tip insanlarla işləyirsiniz? Hansı tip insanlarla işləyəndə özünüzü xoşbəxt hissedirsiniz ki, okey, mənim hədəf kütləm bu insanlardır. Mən hal-hazırda gənclərlə işləyirəm. Yəni hədəf kütləniz onlardır? Bəli, iş həyatına atılmış xanımlar var mənim mentilərim arasında. İş həyatına atılmış xanımlardır, hansı ki, onlar hardan və necə başlayacağını bilmirlər. İş həyatına təzə atılıblar, qərarsızdılar. Nə çatmır, hardan başlasınlar, necə davam eləsinlər. Yəni bu yolda necə özlərini aparmalıdırlar, necə olmalıdırlar, hardan nə əldə eləməlidirlər. Mentorlar həm də yaxşı kitablar məsləhət görür. Eyni ilə siz də necə bizə məsləhət görürsünüz. Yəni hər kəsin öz sahəsi, siz satış yönümlüsünüz. Mən də şəxsi inkişaf yönümlüyəm. Hələ onu demişkən, məsələn, tövsiyə ediniz top 3 kitab var ki, yəni insanlar başlayanda, hətta siz həmişə danışanda, məsələn, bizim qadınlara Möcüzə Səhəri deyirsiniz. Bəlkə ondan danışaq, yəni o kitab nə kitabdır? Möcüzə Səhər. Möcüzə Səhər mənim səhərlərimin möcüzəsidir. Mən Möcüzə Səhər kitabını oxuyandan sonra mənim həyatım daha erkən başlamağa başladı. Yəni hər gün saat, həqiqətən də mən ona qədər inanırdım ki, insan 7-8 saat yatmalıdır da. Yatmayanda beyin yorğun olur, yatmırsansa iş görə bilmirsən, yatmırsansa çox əsnəyirsən, işlərini çatdırmırsan, xeyr, elə deyil. Həqiqətən 4 saat, 5 saat yatanda da və beynimizi axşam kodlaşdıranda ki, biz saat neçədə oyanmalıyıq, səhər-səhər, neçə saatdan sonra oyanmalıyıq, bu özünü göstərir. Və orada müəllif o qədər ağır təcrübələr yaşayıb, çox ağır, o qədər xəyal qırıqlığı yaşayıb, öz doğmalarından, yaxınlarından travma görüb, zərbə alıb deyə. Və onun həyatında baş verən möcüzələr elə ona da kimsə tövsiyə eləyib, səhərini belə başla
və o sadəcə bunu təcrübədən keçirdi və hal-hazırda o kitabı yazıb ki, insanlar təcrübədən keçirərək bunun nə qədər real olduğunu görsün ki, mən onu yaşadım. Orada deyir ki, tezdən durmaq lazımdır. Çünki əgər sizin işiniz misal üçün 9-da başlayırsa, siz 8-də durub ancaq işə gedəcəksiniz. Axşam da işdən gələcəksiniz və heç nə eləyə bilməyəcəksiniz. Özünüzə vaxt ayırmaq istəyirsinizsə, şəxsi inkişafınızı aparmaq istəyirsinizsə, mütləq şəkildə səhər tezdən durmalısınız və özünüzə səhər tezdən vaxt ayırmalısınız. Özünüzlə səhər tezdən məşğul olmalısınız. Misal üçün meditasiya var, afirmasiya var, təşəkkürlər var, şükür var, niyyət var, məqsəd var. Bunları biz gün ərzində eləyə bilmirik. Çünki gün ərzində bizim diqqətimizi yayındıracaq telefon bildirişi, ətrafımızda olan insanlar, işimiz, bunlar hamısı bizim diqqətimizi yayındırır. Biz eləyə bilmirik bunu. Amma səhər tezdən bilirsiniz ki, tezdən oyananda heç nə olmur, tam sakitlik. İnsan özündən tək qala bilir. Yəni o meditasiyanı biz tək eləyə bilirik, tək özümüzdən qala bilirik. Qalandan sonra da artıq özümüzü, baxın, həmin özümüzü axtarırıq, mən deyirəm, özümüzü həmin vaxtda tapa bilərik biz. Qəşəng. Mümkün. Özünü axtaranlar varsa səhər tezdən durub özünü tapa bilər. Mütləq durmalıdır. Qəşəng sloqan oldu. Bəli. İndi yaxşı, bəs sən səhərin bir gün necə keçir? Bizə ondan danışa bilərsən. Bir mentor həyatı necə yaşayır? Mənim səhərlərim də, həyatım da o qədər doludur ki, mən hərdən belə özümə təəccüb edirəm ki, mən bu işləri bir günə, bu 24 saata necə sığışdırıram? Yəni çox maraqlıdır. Hətta mənə deyirlər ki, kənardan baxanlar deyirlər ki, necə çatdırırsan? Mən hal-hazırda tezdən dururam, 5-in yarısı, 4-də. Bugün hətta 4-də oyanmışam. Mən neçədə yatırırsınız? 11-də də yatıram, 12-də də yatıram. Mənə bəs eləyir o yuxu. Əvvəllər bəs eləmirdi. Çünki insanın daxili yorğun olanda, istəyirsiniz 10 saat da yatın, heç vaxt sizə bəs eləmir. Bəs məsələn, dərman falan qəbul edirsən? Yəni, dərman dediyim, yəni əlavə qidalar. Heç bir. Yaxşı yeyirəm, içirəm. Mən yeməyi sevən insanam. Səhər oyandım. Həm də çox dadlı bişirirəm. Özüm bişirdiyim yeməyi mütləq yeməliyəm. Çünki insanlar o qədər yeyir, bəhbəh eləyir ki, yəni mütləq özüm dadına baxmaq. Elə danışdın ki. Neyim özümdən asıl. Sən yemək pişirməyi də çatdırırsan. Yəni səndən öyrənsə çox şeyimiz var vallahi. Bəli. Çatdırıram. Özdə bir dəfə gizdən yemək pişirəm biri olaraq. Mən bir cür bişirmirəm. Bişirəndə ən az 2-3 cür yemək olmalıdır. Mütləq salat, sulu, quru, bəli, mütləq şəkildə onlar olmalıdır. Şirniyyat bişirmirəm, yəni sevmirəm. Həm ziyandır, həm də ki, asıllıq yaradır. Həm də şirniyyat çox yeyəndə insanlar, yəni şirniyyat olanda istər-istəməz yeyirsən və yorğun olursan, adaptasiyanı itirirsən. Bu mənim özümdə. Ona görə şirniyyat yemək lazım deyil. Yaxşı, səhərdə qaldıq biz. Səhər tezdən dururam 4-də durdum. Bugün durdum. Başlayıram, mənim bir 10 dənə dəftərim var. Şükür dəftəri, minnətdarlıq və təşəkkür dəftərim var. Məsələn, mənim klubun adımı dəyişirəm, dəyişmə cəsarətdir qoydum. Müəllimin gücü klubunu dəyişdirdim, o ləğv elədim və o dəyişmə cəsarətdir qoydum kitabımın adı ilə bağlı. O klubun planını, yanvar ayında nə yeniliklər olacaq, hansı xidmətlər, günlük xidmətlər, onların hamısını yazıram, onun üzərində işləyirəm. Sonra kitabımın üzərində işləyirəm. Mən indi ingilis dilində kitab yazıram, ingilis öyrənməyənlər üçün, bəli, öyrənmək istəyənlər üçün. Orada həm YouTube kanalları var, həm kitablar var, hansı level üçün, hansı kitabları oxumalıyıq, hansı mahnı ilə tapşırıqlar var. 1000 dənə kart var, söz kartı kitabın arxasında olacaq. Onun üzərində işləyirəm, biraz onu işləyirəm. Sonra meditasiya eləyirəm 15 dəqiqə. Necə bir meditasiya? Meditasiya 15 dəqiqə istədiyim, xəyal etdiyim bir şeyi canlandırıram. Onu yaşayırmışam kimi. Məsələn, mən... Bu meditasiyadır, yoxsa vizualizasiya? Xeyr, o meditasiyadır. Sadəcə mən... Çünki vəsilə meditasiya eləyəndə heç nə eləməməlisən. Sadəcə bomboş qalmalısan. Mən boş qala bilmirəm. Onda o meditasiya deyil də, vizualizasiyadır. Yox? Vizualizasiya mən demirəm ona. Mən afirmasiyalar... Vizualizasiya necə? Vizuallaşdırırsan ki, mən necə bir həyat istəyirəm? Yox, istəyirəm, yox. Mənim hal-hazırda olan, məsəl üçün, problemim nədir? Hal-hazırda mən... O problemini mi düşünürsən? Bəli, meditasiyada, yəni hər dəfə fərqli olur. Bir şey istəyənə qədər onu... Bizə 3-5 günlük bir şey olur, yəni uzun müddətli bir şey olur. Ona görə hər gün meditasiyada mən onu... Birinci nəfəs texnikalarım var mənim. 4-7-8, onun təlimlərimdə də deyirəm, stres atmaq üçün. Bir də nəfəsin, çox adam, məsəl üçün, nəfəs texnikalarını bilən insan başqa, amma çox adam düzgün nəfəs almağı bilmir. Elə bilirlər ki, nəfəs almaq ancaq nəfəs aldın, nəfəs verdin. Xeyr, elə deyil. Nəfəs texnikaları başqadır. Mən onları öyrənmişəm, nəfəs texnikaları eləyirəm. Yazıram, biraz idman eləyirəm. Səhər idmanı özüm üçün, yəni bədənim
belə olsun, təzə olsun deyə, Açılışsın, açılışsın deyə. Və belə bir də baxıram Saat ki, oldu artıq neçə? səhər saat 4-də durdum, bir də baxdım ki, saat artıq 9-a işləyir, mən birazdan dərsə qoşulmalıyam. Aha. O dərəcədə özüm işimə, o dərəcədə öz işimə qapanıram. O qədər adaptasiya Özünlə oluram məşğul ki, olursan, bəli. Bu o qədər Hardasa zövq bir verir. 4 saat özünlə O qədər məşğul zövq olursan. vericidir. Siz təsəvvür belə eləyə bilmərsiniz ki, bu insana necə böyük bir zövq verir özü ilə işləmək. Niyə və mən həmişə deyirlər ki, sənin problemin belə olanda sən heç yəni çox Hiss pozitiv gör. Hə, etdirmirsən, hiss etdirmirsən də. O duyğularımın üzərində işləyirəm mən. İşləməsəm yəni fərqli görünərəm. Yəni mən məsəl üçün də əvvəllər də tam ki bir 3 il öncə mən sənin kimi düşünürdüm. Yəni səhər tezdən oyanmaqla bağlı da dururdum, özümlə məşğul olurdum. Bilmirəm hardasa bir şey qırıldı və evləndim. Evləndim və səhər mən tezdən oyana bilmədim. Biz necə tək başına olanda mən daha rahat oyanıram. Amma indi məsələn tam yoldaşım gecə oyaq qalıb səhər tezdən oyanmağı sevmir də. Yəni gecə boyunca işləməyi sevən biridir. Mən elə bir ki, mən Night person'dur. Hə, night person. Amma mən elə bir ki, ona o öz şeyini pozmadı. Amma mən elə bir ki, ona uyğunlaşdım. Mən gecə, yəni mən insanla danışdıqca onun fərqinə vardım ki, mən bunları yenidən qaytarmalıyam da. Çünki özümə ayıracağım gün içində zamanım o qədər az imiş ki, bərəkətsizdir də. Yəni elə bir ki, özümə ayırdığım zaman bərəkətsiz bir zamandır. Ən çox bildirişlərin olduğu saatlar, mesajların gəldiyi vaxtlar. Yəni bu danışıq belə mənə yaxşı təsir elədi ki, yəni mən artıq bunu gündəmə gətirməliyəm. Öz rutinimi özüm qurmalıyam. Tez durmalısınız. Hə. Tez durmalısınız. Siz tez o, yəni bilirsiniz bərəkət həmin o səhərdədir. Siz o səhərlərin necə sübh namazı istəyirsiniz. Baxın elə o sübh namazı zamanından başlayır hər şey. Yəni bərəkət səhərlərdir. O qədər məhsuldar olur. Bilirsəm də necədir? Çox qəribədir. Vaxt getmək bilmir. Vaxt getmək bilmir. Baxırsınız ki, məsələn mən dururam saat 4-də baxıram ki, nə qədər iş görmüşəm, hələ saat 5-in yarısıdır. Nə qədər iş görmüşəm, saat 6-dır. Hələ mənim zamanım nə qədər bol-boldur. Yəni çoxdur. Həm də bilirsiniz necədir? Adam acmır, adam susamır. Çox maraqlı, hə. Elə səndən heç nə istəyən yoxdur. Ay sağ olun, hə, çağıran yoxdur, mama deyən yoxdur. Səni nəsə istəyən yoxdur. Qapı döyülmür, telefon zəng çalmır, heç kəs səndən heç nə istəmir və sırf sən özünə aidsən. Vəssalam. Nə maraqlı yerə gətirmisən. Hara gəlmişik biz? O bir tərəfə gedək. Məncə o bir tərəfə gedək, çünki burada təmir gedir. Bura Pirşağı sayılır? Bəli. Yayda dənizə bura gəlirsiniz? Mən əslində Şüvəlana gedirəm. Ora daha yaxşıdır. Şüvəlanda bir dənə yeri var inşallah. Sizi bu yay istəsəz. İnşallah yayda gedər içinməyə. İnanın ki, o qədər gözəl yerdir. Yəni dəhşət bir yerdir də ora. Dəhşət. Gözəl bir yerdir. Sakit, heç kəs yoxdur. Amma çimərlik tək sənə xidmət eləyir. Təsəvvür edin mən orası. Deməli keçən il mən dənizə getdim. Hər gün 40 gün dalbadal, küləkdə də, kölgədə də, yağışda da 40 gün ard-arda səhər saat 5-də getdim dənizə. Aha, necə təsir elədi? Qapqara qaralmışdım. Tanınmaz hala düşmüşdüm və orada mənim bir dənə çadırım var, palatkam var. Onu qəşəng qoyurdum, açırdım, girirdim içinə. Yatırdım da, meditasiyamı orada eləyirdim, yazılarımı orada yazırdım. Və xoş bir külək əsir. İnsan o qədər gözəl təsir eləyir bu külək. Sonra gəlirdim evə. Saat 9-da elə görürsüz, elə olan dəyişikliklər hamısı elə onlara borcluyam, bəli. Ondan sonra mənə elə bir başladı cığırlar açılmağa. Qəribə bir cığırlar. Bir iş təklifi gəldi, zəng gəldi. Heç gözləmədim. Dənizdə gəzirdim 9-da hazırlaşırdım getməyə. Burdan dönəsən? Gedək qabaqdan dönərik. Hə, bir iş təklifi gəldi mənə. Heç gözləmədiyim anda. Yəni heç adiyyatı belə yox idi. Çox maraqlı, çox yaxşı tələbələr tapdım özümə. Ay, nə gözəl. Yəni mənə sərf edən tələbələr. Mani. Hə, bəli. İndi bəs məsəl üçün 9-da dərsiniz başladı, 9-da işləmişdiniz, də başlayır. Necə davam edir gün? Əvvəllərə baxanda səhər 8-də başlayırdı, axşam saat 11-də qurtarırdı. 1 saat nahar fasiləsi olurdu sadəcə. Amma indi özünüzü tutmusunuz. Amma indi o qədər işləmirəm. Məsəl üçün indinin özündə misal üçün də mən səhər dururam. Səhər bir dənə dərsim olur. Sonra saat 5-ə kimi boşam. 5-ə kimi ancaq yemək, ev, yazılarım, əlavə nə işlərim varsa hamısını görürəm. Nə gündədir bulan. Maşın altı vuracam. Gedək qaydaq o bir tərəfə. Biz bugün qayda gedirik. O şey ideya tərəfdən girmək? Hə, gedək bəyək ki, yerdən girək.
Sol gəlmək kimi. Heç bu vaxtda gəlməmişəm mən dənizə. Doğrudan. İlk dəfə də qışda dənizə gəlirəm. 2026, 25 necə keçdi birinci onu soruşuram. 25 çox belə gözlənilməz. Mənim belə deyim də bu 40 illik həyatımın ən pik nöqtəsi 2025-də oldu. Aha, nə oldu? 2025-də mənim həyatımda çox şeylər oldu. Məsələn, mənim birincisi kitabım çapdan çıxdı. İkincisi Onu başa Solmarkda sizi sizi zaten tanıyırdım belə, yəni təlimlərdən falan, amma belə yaxın olacağam. Nə qədər rəfiqə qazandım özümə. Siz necə rəfiqə? Yəni əsl mən istəyən, içərisində paxıl, kinli olmayan. Yəni siz dənə-dənə seçmisiniz o qızları ona görə. Hə, və çox maraqlı günlər, görüşlər. Bu qədər mən bu illər ərzində bir ildə bu qədər təlim almamışdım. Bu qədər görüş keçirtməmişdim. Yəni bu rekorddur da. Mənim 40 illik həyatımın rekordudur. Təlimlər, görüşlər, klub, öz klubumu yaratdım və ilk dəfə olaraq bu 21 ildə tələbə sayını azaltmışam. İlk dəfə. Yəni bu illər ərzində heç vaxt mənim belə az tələbəm olmayıb. Həmişə çox olub. Amma ilk dəfə idi ki, mən 10 nəfər tələbə ilə deyə bilərsənmi ki, məsələn mən 2025-də ilk dəfə özümü daha dərindən dinlədiyim elə oldu. Daha belə özümə qulaq verdiyim, Nigar bəsdə yoruldun ya da nə bilim, biraz ara ver, nəsə bir sakitləş dediyim bir il oldu deyə bilərsən. Deyə bilərəm, bəli. Yaxşı, bəs əslində 2025 məncə çoxları üçün belə keçdi. Necə deyim? Düzdür, bizim klub qədər belə çox görüşlü və sosial olmasa da, amma hamı qərar verdi ki, nəsə bir sakitləşmək lazımdır. Arada bir fasilə vermək də lazımdır. Bəs 2026-da gəlir, Atili. İnşallah ki, gələn il bu vaxt bu videoya baxanda ki, Nigara necə bir şeylər qoyma buraxmaq istəyirsən ki, Nigar filan şey elədinmi, filan şey oldu mu, bir il keçdi. O var, bəzi görmüşəm, onu hətta mənə bir mentor da məsləhət görmüşdü ki, il bitəndə videonu aç və dinən, yanvar ayında filan şey elədinmi, fevral ayında filan şey oldu mu, hər aya görə bir hədəf qoy və sonra 2026 bitəndə aç videoya bax və o sualları cavabla, sən onları elədinmi, eləmədinmi? Ən azından özünə o verdiyin sözü həyata keçir də. Yəni çünki biz çox adama söz veririk, bəlkə yerinə yetiririk, amma ən çox özümüzə verdiyimiz sözü tuta bilmirik də. Bəli. Məsələn, sənin belə bir buraxmaq istədiyin bir şey varmı ki, Nigar 2026-da mütləq bunu elə, mütləq o yerə get, mütləq filan kəslə tanış ol, mütləq filan işi gör. Elə dediyin nə arzuların var? Çox da özəl deyilsə. Yox, özəl deyil. Mən deyim. Mən 2026-da birincisi səyahət eləmək istəyirəm. Çünki mən neçə ildir övladlarıma görə səyahət eləyə bilməndə. Onlar həm təhsil alırlar, həm oxuyurlar deyə mən səyahət eləyə bilmirəm. İstədiyim yerlərə gedə bilmirəm. Amma mən tək səyahət eləmək istəyirəm də. Bildiniz necə kəşf. Bəli. Solo travel. Hansı ölkəyə getmək istəyirsiniz birinci? Birinci Baliyə getmək istəyirəm. Ay. Bəli, Balini çox görmək istəyirəm inşallah. Hə, bu 2026-da birinci hədəfim Baliyə getməkdir. İkinci sıfır borc. Çünki mən biraz borc sevən adamam. Amma artıq borc igidin qamçısıdır deyirlər. Oradakı igid sənsən. Mən də eləyimi biraz açıq etdim. Mən borcları tərk edirəm. Bu il mən borcları tərk edirəm və özümə söz verirəm ki, borc olmayacaq. Yəni borc deyəndə, yəni bu banka borcları falan, yəni çünki həm də sahibkaram. Bir də bilirsiniz mənim həyatımda ən önəmli nə oldu? Mən o vaxtı kursumu pandemiya vaxtı bağlamışdım. Pandemiya uzun müddət davam elədi və mən kursdan bağlı belə yarımçıq travma qalmışdı məndə. Və mən bu kursu açandan sonra mən başa düşdüm ki, mən kurs istəmirəm daha. Bəzən o şey eləmək lazımdır ki, biləsən də yəni. Bəli, çox arzuluyurdum. Natamam qalmışdı o duyğu məndə. Fikirləşirdim ki, içəri para olur, hə. Yəni fikirləşirdim ki, mən mütləq mən o kursum niyə yarımçıq qaldı? Yəni o mənim xəyalım kimi yarım xəyal idi də belə. Tam istədiklərimi eləyə bilməmişdim. Amma 2025-də onu cəhd elədim və gördüm ki, mən kurs istəmirəm. Kurs açmaq istəmirəm. Mən hazırlıq mərkəzi işlətmək istəmirəm. O mənə yaxşı təsir eləmir. Bəs nə istəyirsən? Mentorluq. Mentorluqla bağlı 2026-da planların nələrdir? Mentorluqla bağlı istəyirəm ki, klubumda 1000 nəfər üzv olsun. Ən böyük hədəfim. Səncə bir il üçün real bir hədəfdirmi? Niyə də olmasın? Bir il az 365 gündür. Bir ili siz o qədər də belə kiçik görməyin. Mən bəzən hədəf qoyma məsələsində elə bilirəm ki, insanlar bir hədəf qoyur, amma ömür belə deyək ki, 5 illik hədəfi 1 ilə eləmək istəyir də, 1 ilə qoymaq istəyir. İndi özüm də klub işində olduğuma görə oradan yola çıxaraq deyirəm ki, 1 ilə 1000 nəfərlik bir klub ideyası smart məqsəddirmi sizcə?
Sizə elə görürsə ola bilər. Amma bunun altını məsəl üçün doldura bilirsiniz ki, hə, niyə ki bu qədər şeyim var, bu qədər Mən əlaqələrim çünki var, bilirsiniz bunu edə necədir, bilərəm. bütün işimi, bütün gücümü, bütün enerjimi, Ora verəcəksiniz. bütün vaxtımı ora verəcəm, Süper, bəli. süper, Ona görə də 1000 nəfər iştirakçı gözləyirəm. Az belə yəni deyirsən. Və Instagram səhifəmdə istəyirəm ki, real izləyici olsun. Əgər indi məndə 427 izləyici varsa, real, hamısı ki realdır, heç bir panel falan elə bir şey yoxdur, hamısı realdır. Əgər real, mən istəyirəm ki 10.000 olsun misal üçün də, yəni bu real bir şeydir, amma ola bilər. Aha. 10.000 olsun, 10.000 də real olsun. Bəli, həqiqətən də mənim səhifəmdən faydalandığı üçün səhifəmi izləmiş olsun. Bəli, fayda götürsün. Çünki mənim ömrüm zaten fayda verməklə, xeyir səmərə paylamaqla keçib. Yəni özümü bildim biləli. Çox sevirəm bu işləri. Bax, məsəl üçün deyirsən, bu qədər izləyicim olsun, amma orada bilsən nə etmək lazımdır? Necə indi danışırsan ha? Məsələn, sən danışmadıqca mən sənin bu tərəflərini kəşf edə bilməzdim. Yəni sən bir var ki, okey, gəldin, hansı təlimlərdə bir söz dedin, danışdın, getdin. Amma sən səhifəndə elə bir ab-hava yaratmalısan ki, insanlar görsünlər ki, görək bugün Nigar nə elədi. Şey mənasında yox, hara getdi, nə giyindi, nə aldı mənasında yox. Yəni bugün bizə hansı faydanı verdi? Bunu ki səhifənin əsas məqsədi elə bilərsən ki, keçən dəfə Səkinə ilə olan videomuzda da, yəni insanlar onu görmədikcə, səni tanımadıqca səhifəyə niyə gəlsinlər ki? Məncə 2026-da əgər səhifə hədəfin varsa, bunu belə də qoya bilərsən ki, mən bu səhifədə həqiqətən də açıb paylaşacağam, fikirlərimi rahatca deyəcəm, Nigarı orada göstərəcəm. Məsələn, biz sənin səhifənə girəndə indi Nigarın əsl tərəflərini görə bilirik mi? Xeyr. Yaxşı, bunun üçün nə etmək lazımdır? Nə etmək lazımdır? 2026-da nə hədəf qoyursan? 2026-da gələcəm, bu olmasa bunu eləməsən. Daha çox, belə deyim də, səmimi videolar. Daha çox səmimi. Çünki mənim söhbətlərimi ətrafımdakı insanlar çox sevir. Hədsiz çox sevirlər də. Mənlə danışmağı sevən insanlar var. Xüsusi. Düşünürəm ki, 2026-da daha çox danışacağam. Amma səmimi tərəflərimdən də. Yəni iş başqa, amma bir də var səmimi tərəflərdən danışmaq. Sən necə? Sən hələ yaşadığın təcrübələri danışsan. Həm iş, həm ailə, həm şəxsi. Bu mənim üçün daha çox. Siz inanırsınız, mənim yəni bugün danışdığım belə, yəni heç kimə bu qədər etiraf eləməmişdim, bəli. Mənim üçün etiraflar gündə o şey space də var idi, İlham ağladırdı. Mən də elə bir etirafçılıq yaradım. Çox sağ ol səmimi bölüşdüyün şeylər üçün. Yəni hər adam bu qədər vaxt ayırmır. Təsəvvür etsən məni buradan dənizə gətirmisən qışın günü. Bunu kim eləyər? Yeni ildə, gələn ilin bu vaxtı bu videoya baxanda deyəsən ki, mən elə orada az demişəm. Ondan daha çoxunu elədim. Bəli, 2026-da o kitabım, ingiliscə kitabım çapa verməyə düşünürəm ki, yəni ildə bir kitab çıxardan bir yazar olub. Çünki ideyalarım çoxdur. Hədsiz çox ideyalarım var. Və çox istəyirəm. Bir zamanlar tələbələri qucaqlayıb şəkil çəkdirirdim. Bunlar hamısı məktəbli idilər. İndi isə istəyirəm ki, gəncləri, yəni işləmək istəyənləri, xanımları, onları qucaqlayıb şəkil çəkdirirəm. Elə bir kollektiv şəkli, mənim elə kollektiv şəkillərim çoxdur uşaqlarla. İstəyirəm ki, indi böyüklərlə olsun. Onu hədəfləmişəm. Qəşəng hədəflərdir, çatıla biləcək hədəflərdir, mümkünlərdir. Əlbəttə. İnşallah tez bir zamanda mümkün olsun. Yaxşı, bəs bizim izləyicilərimizə nə deyə bilərsən? Demək istəyirəm ki, özlərini kəşf eləsinlər və özlərinə inanmaqdan heç vaxt əl çəkməsinlər mütləq. Çünki insan təbiətin, üzr istəyirəm, ən vəhşi varlığıdır. Hər şey mümkündür həyatda və yəni ən çıxılmazda, ən dibdə belə hər şeyin yaxşı olacağına inanmaq insanı gözəl nəticələrlə qarşılaşdırır. Bunu mən yaşamışam. Yəni hər şeyin bitdiyini hesab elədiyim bir anda mənim üzümə qapılar açılıb. Bunu yetər ki, qəlbdən istəmək və o kirli, negativ düşüncələri özümüzdən uzaqlaşdırmaq. Ən birinci odur. Ən birinci odur. Çox sağ ol. Qatdıqların üçün bəlkə bir saata yaxın söhbət eləmişik. Bəli, haralara gəlsin, dənizin qırağında. Dənizin qırağında biz gəlib öncə dənizin qırağında biraz düşək görək necədir, hava alaq. Siz də sağ olun bura qədər izlədiyiniz üçün. Gələn görüşlərdə görüşənədək inşallah. Çox sağ ol bizdən. Çox sağ olun. Gidiyorum buralarda